etdiyi 20 sınaq kitabında 8-ci sınağın izahına baxırıq. Vaxt itirmədən keçək izaha. Birinci sualda Python ilə tərtib olunmuş proqram nəticəsi müəyyən eləyin. Belə bir sətir verir, for in s yazır. Hər bir sətrin tərkibindəki simvolları götürür. Burada demək bizdə bir kiçik simvolların sayını tapır. Sonda da əks alıb şərt ödəməyəndə zaten ödəməyəcək. Böyük simvolların sayını tapır. Sonda da bunların hansını tapır. İndi burada baxıram neçə dənə kiçik simvol var. Demək burada 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12. 12 dənə kiçik simvol var. 2 dənə də böyük simvol var. 12 vur 2 elədi neçə? 24. Python ilə tərtib olunmuş proqram nəticəsi müəyyən edin. Belə bir siyahı verib. For in range 0-dan len ls-ə qədər. Yəni hər bir elementdən götürür. Cüt olanlarının sayını tapır. Düşür aşağı tək olanlarının sayını tapır. Əks halda demək bir dəqiqə. Burada cüt olan elementlərinin sayını tapır. Yəni ilk öncə biz onu tapaq. Neçə dənə cüt olan element var? 412, 1, 56, 2, 3, daha sonra bir də 4. Demək, s-in qiyməti neçə oldu? 4. Yazdım bura 4. Daha sonra şərt ödəməyəndə, zaten ödəmir. Bizə deyir ki, i faiz 2 bərabərdirsə 1-ə. Yəni, tək indeksli olanları da, yəni harada ki, belə bir hal rast gəlindi və s-in üzərinə 2 gəl. Amma baxın, bu şərtlər ödənmədiyi halda. Mən bunların altından xətt çəkirəm. Bu şərtlər ödənmədiyi halda. Hansında ödəməyəcək? 421, 67, 893. Bunlardan hansı tək indekslidirsə, həmin sayı qədər s-in üzərinə 2 gələcəm. 0, 1, 2, 3, bu tək indekslidir. Bir bunu götürəcəm, bir də ki, buradakı 5-i götürəcəm. 5-ci indeks sahibi olmuşu. Demək, 2 dənə tək indeksli element var ki, onlar təkdir, yəni faiz 2 bərabərdir 1-ə. Bu halda 2 gələcəm. Neçə dənə 2 dənədir? S-in üzərində 2 dənə 2 gəlirəm, 4. 4 də burada oldu. Və else halında, indi hansılar ki ödəmir, hansında ödəmir? Bir dənə 67 qaldı da burada. Həmin sayı qədərdir 3 gəlsin. 3 də gəldi üzərinə. Və hər dövrdə də s-in üzərinə 4 gəlir. Neçə dənə də var burada? 3, 7. 7 dənə dövrü var. 4, 7, 28. Bu tərəfdə də 4, 4, 8. Bu da 3 elədi 11. Nəticə olaraq elədi neçə? 39. Keçirik növbəti suala. Üçüncü sualda. Python ilə tərtib olunmuş proqram nəticəsini müəyyən eləyin. Demək, belə bir 2 dənə sətir verib. Burada demək yazıb ki, a plus boşluq qoşu nöqtə 1 boşluq plus b. Daha sonra k.find a-nın ilk rast gəlmiş indeksini tapır. Daha sonra k.count böyük a-nın sayını tapır. Bunları toplayıb çap edir. Tamam. Burada demək ilk rast gəlinmiş a simvolunun indeksi neçə olacaq? İlk rast gəlmiş a simvolu. Burada yoxdur. Bir dəqiqə bunlar. Vergüllər də bir simvol kimi sayılır. Burada bir dənə a var. İndi biz bunu sayaq. 0, 1, 2, 3. Demək ki, 0, 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15, 16, 17, 18, 19, 20. Buranı biz neçə tapdıq? 20. Daha sonra da plus k nöqtə böyük a yazıb. Böyük a-nın burada nəyini tapır? Sayını tapır. Neçə dənə böyük a var orada? Bir dənə böyük a var. Bir dənədir, yoxsa? Bu nəsə bir səhvlik getdi. Çünki nəticə olaraq 21 yoxdur. Bir dəqiqə. Burada bu b-dir, bu a-dır. İlk bir də fikir versək, birinci a-nı gəlir, daha sonra b-ni gəlir. Bu zaman nə baş verir burada? Buradakı a-nı götürür. Çünki sətir böyük t-dən başlayacaq. Neçə olur onda? 0, 1, 2, 3, 4, 5, 6, 7. Buranı biz neçə tapdıq? 7. Daha sonra k.count böyük a-nın sayını tapır. Bu da dediyimiz kimi bir dənədir. 7 plus 1. Bu da elədir bizdə neçə? 8. Dördüncü sual belə bir sətir verib. Deyir, f nə qədər ki max ls-dən kiçikdir. Max ls-in burada 120-dir. Bu hal nə qədər ki baş verir, f bərabər edir, f vurulsun i-yə və bizdə soruşur ki, f-in sayı. Demək, f-in sayı 0-dan demək, count.f. Yəni, bu f bu siyahıda olacaqsa, hər dəfəsində s bərabər edir, s plus f. Bir növ bizə kod onu deyir ki, sən f-i, yəni, hər dəfəsində i zaten 1-dən başlayır.
1, 2, 3 vura gələcəksən ta hara qədər? 120-dən kiçik olana qədər. Bu halda f hansı qiymətləri alır? 1, faktorialdır da bu. 1 vurulsun 1 oldu. Daha sonra 2'ye vurur. Olur 2, 6, 4'e vurur. Olur 24. Daha sonra 24 vurulsun bizdə 5 olur 120 və 120-də artıq neyinir? Dövrü saxladır. İndi bunlardan hansı bu siyahıda var? 24 var. 6 var. Neçədən oldu? 2 dənə. İndi 24 dənə 6'nın cəmini toplayır. Bir dəqiqə. If.ls count f böyüksə 0-dan s plus sonda da s çap edir. Burada başqa bir də 120'nin özü var da, yox. 120 kiçik bir şərt ödəmir axı. Yox, demək burada 120'ni alır, f bərabər 120 qiymətini alır. Gəlir burada soruşur ki, ls.count 120 böyükdürmü 0-dan? Həqiqətən 120 burada da var. S-in üzərinə 127 gəlir. Demək ki 120, bu da 24, 144, üzərinə 6 elədinsə 150. 5-ci sualda belə bir sətir verib, k bərabər len s, bunun uzunluğundan çıxar nəsə oldu? 4. For i in s yazıb, print demək 2'ni götürür burada, 2 vurulsun 4, 4 dənə 2, daha sonra k bərabər k minus 1 eləyir, olacaq gələn dəfə 3 dənə 3, sonra 2 dənə 4, 1 dənə 5. Bu da bizdə eləyir hansı variant? C variantı. 6-cı sual belə bir sətir verib, siyahı verib, ls.append aya sətrini gəldi, atdı bura. Daha sonra del bərabərdir ls1, birinci indeks bu getdi. Print minimum ls. Minimum ls'imiz burada hansı olur? Biz bunu ASCII kod say sistemindən bilirik. Demək, ən kiçik A olacaq burada. Daha sonra bir bu sətri qalır, bir də bu sətri. R ən kiçikdir, minimum oldu bizdə A, R. Daha sonra maksimumu da olacaq təbii ki T ilə başlayan. Yəni bu da eləyir bizdə isə 6-da D variantı. 7-ci sual belə bir sətir verib. N bərabərdir 1-dən len n minus 1'ə qədər. Tamam. 1 burada gəldi düşdü bizdə bura. Buradan hara qədər gələcək? Baxın bura qədər. Bu ədədi götürür. S bərabərdir 0. For i in n yazıb. Bir rəqəmləri götürəcək, cəmləyəcək. 4 plus 5, 9, 10, 12. Demək 16. Bu da 6 eləyir 22. O da 2, 24. Yəqin ki, düz hesabladıq. 8-ci sual. Python-da tərtib olunmuş proqram nəticəsi müəyyən eləyin. Demək, biri atdı bura, append elədi. Daha sonra bu sual səhvdir, çünki burada arr.remove yazıb ki, bu bizdə error verəcək. Yəni, belə bir siyahı nədə sətri yoxdur. Ona görə bu suala baxmırıq. Davam edirik 9-cu sualına. Python-da tərtib olunmuş proqram nəticəsi müəyyən eləyin. X, Y verib, Y.upper. Upper bizdə bildiyimiz kimi neyinirdi? Hamısını böyükdən əvəz edir. Yəni, bu bizdə iri böyük hərflərlə yazıram bura. S, U, N, bir dənə də N yanında. Daha sonra X plus kapitaliz yazıb. Kapitaliz də bizdə böyük, ilk simvol böyükdən edir, qalanları kiçikləşdirir. Daha sonra burada nə yazıb? Bunu da buradan yazaq. Demək, böyük Y olur, digərlərdə nə olur? Balacalaşır. D, A, Y. Sonra R bərabərdir. R plus, R bizdə hansı oldu? Bunların cəmi. Bu da buna gəlir, yapışır da. Bunu demək neyinir bizdə? Plus, bir dənə qoşa nöqtə qoyur. Bunu vurur 2'yə. Demək, burada bunu 2'yə vuracaq. Olacaq 2 dənə qoşa nöqtə. Daha sonra alınmış sətri 2'yə vuracaq. Demək, burada 2 dənə böyük S, U, N sətri olacaq. Həmçinin burada demək, bunun yanında belə bir şey də olacaq. Daha sonra 2 dənə qoşa nöqtə. Bu da çox güman ki, burada cavab elə B variantı eləmiş olur. 10-cu sual. Python-da tərtib olunmuş proqram nəticəsini müəyyən edin. Belə bir siyahı verib. Foreign range bir siyahı içərisində gəzir. Demək, burada götürülən simvol əgər maksa bərabərsə, siyahının maks elementi indiki cari vəziyyətdə 45-dir. Götürülən 6 45-ə bərabərdirmi? Yox. Şərt ödəməyəndə də bu 6-nı neyinir? 2'yə vurur. Demək, bu oldu bizdə 12, düzdür? Gəldi 2'ni götürdü. 2 bərabərdirmi maksa? Bu şərt yenə də hal-hazırda 45 burada maks qalıb, yəni böyük bir element kimi qalıb. Şərt ödəmir, bu da oldu 4. Gəlir 45'i götürür, bəli, 45 45'ə bərabərdir. Həmin bu 45'i buradan minimum L ilə əvəzlə. Minimum L nədir? İndi cari 2 vəziyyətdə 4'dür də, düzdür?
Demək bu siyahıda da minimum 45 də oldu 4. Keçdim 12-yə. 12 bu max, yenə də max 45-dir burada. Çünki bu 45 var. Şərt ödəmir. 12-ni vurur 2 olur 24. Daha sonra 45-i götürür. 45 yenə də bu 45-ə bərabər olur. Minimumdan əvəzləyir. Minimum olur 4. Yəni bu 45 silindi. Bunun yerində dayandı 4. 24-ü götürür. Bu dəfə 24 bərabərdir bu max ilə. Cari vəziyyətdə siyahıda ən böyük element elə 24-ün özüdür. 24 24-ə bərabərdir. Şərt ödəyir. 24-ü minimumdan əvəzləyir. Minimumda bizdə hələ 2 neçədir? 4-dür. Gəldi 13-ü götürdü. 13 bərabərdir max ilə. Max elimiz burada demək bizim 24-dür ki 24 hələ də qalıb. Şərt ödəmir. 13-ü vurur 2 eləyir 26. İndi biz də bunların nə edirik? Cəmini tapırıq. Demək ki burada 4 dənə 4 16. Bu da 24 eləyir bizdə 40. Burada da 38 elədi neçə? 78. Davam edirik 11-ci sualla. Klaviaturdan daxil ediləcək aralarında bir boşluq simvolu olan sözlərdən ibarət S mətni üçün Python-da tərtib olunmuş proqram nəyi çıxışa verir? Demək, aralarında bir boşluq simvolu verir. Yazıram mən bura alma. Bir dənə də boşluq yazıram armud. Elə hesab eləyək ki, bunu bizdə istifadəçi daxil eləyib. Burada demək bir-bir götürür. Yəni götürür, simvollar götürür. Bu simvol hansı ki boşluqdan fərqlidirsə, həmin halda senin üzərinə 1 gəlir. Tamam. Yəni harda mən simvol görəcəmsə, yəni hərf simvolu görəcəmsə, həmin sayı qədər senin üzərinə gəlir və hər dəfə də gələndə soruşur ki, B-dən böyükdürsə, B bərabərdirsə, bu hamıya tanışdır. Bu bizdə nəyi tapır? Demək, B C-dən kiçikdirsə, minimumu tapır. İndi burada nə baş verəcək? Biz indi məntiqən fikirləşsək də, else halında, yəni bu i bərabərdir, boşluq olsa, C-ni sıfıra qaytarır. Demək, C hər bir sözün uzunluğunu tapır. Belə ki, verilmiş sətirdə ən qısa sözün uzunluğunu tapmış olur. Bir dəqiqə, bunu biz düz elədik. C böyükdürsə B-dən, yox bir dəqiqə, baxın. C böyükdürsə B-dən, B-ni C ilə. Gələn dəfə bu C-nə soruşur. Demək, burada maksimum tapır bizdə. Onda belə çıxır ki, ən uzun sözün uzunluğunu tapmış olur. Yəni, cavab B variantı. 12-ci sual. Python-da tərtib olunmuş proqram nəticəsini müəyyən edin. Belə bir sətir verib burada. X2-dir, S bərabər S.split. Boşluğa görə bunları neynədir? Yığdı siyahıya. Demək, vergülləri atdım. Bunu saldım siyahı halına. Daha sonra S.append bu sətrin hamısını gəlir atırıb baxın bura. Bunu da buradan silirəm. Siyahını gəlib qururam burada. Bu da gəldi bir sətir kimi yazıldı bura. Buradan da siyahı bağlandı. Daha sonra for i in s yazır. Sual bizdə deyir ki, götürdüyüm daha doğrusu, buradakı söz tərkibində A simvolu fərqlidirsə -1-də. Nə deməkdir bu? Yəni tərkibində A simvolu varsa x 2-yə vur. State-də var A simvolu var. 2 vur 2 4. Expression-da A var, oldu 8. Center-da yoxdur. 8-də qaldı və keçir dövlət imtahan mərkəzində. Burada da A var. 8-də vur 2 elə neçə? 16. Davam edirik 13-cü sualla. Python-da tərtib olunmuş proqram nəticəsini müəyyən edin. Belə bir sətir verib. For in range 0-dan len s-1-ə qədər gəlir. Bu bizi çaşdırmasın. Burada i+1 artığına görə, yəni out of range vermədiyi üçün burada dövrdə len s-1-ə qədər gəlir. Bizdə indi soruşur ki, götürdüyüm simvoldan sonraki simvol boşluğa bərabərdirsə, götürdüyüm simvoldan, tutaq ki, yeni götürmüşəm. Bundan sonraki simvol boşluğa bərabərdirsə, bu halda neynə? Print SI həmin simvol çap elə, yəni yeni çap elə və onun yanında da bir növ 2 indeks sonraki elementi çap elə, yəni böyük yeni çap elə. Və onların arasında separate funksiyası bizə nə deyirdi? Onların arasında verilmiş nəyə qoy? Simvol qoy. Bu indi hansı halda ödəyir? Bir Y-də ödəyir ki, Y-dən sonraki simvol boşluqdur. Bir də buradakı N simvolu ödəyir ki, bundan sonraki də boşluqdur. Onda nə baş verir? Birinci bu Y-ni çap eləyir, plus qoyur və bundan 2 indeks sonraki böyük Y-dir. Y plus Y budur. Daha sonra burada da N-i götürür və ondan I plus ikinci sonraki element C-dir. N plus böyük isə bu da olur bizdə neçə? A variantı. 14-cü sual. Python dilində, proqram ls siyahısı üçün hansı metod və ya funksiya ilə eyni işi icra edir? Baxın, burada nə yazıb? N altdan xətt ls.insert 0 demək ls i. Demək, bir-bir burada elementləri götürəcək. Bunu 0-cı indeksi yığacaq. Yəni, tamam. 4121-i götürür, atdı bunu nəyə? 0-cı siyahıya. Gəldi, düşdü, baxın bura. Buradan bunu yazım. İndi burada fərqi görəcəksiniz. Yazıram bura.
4121. Gəlir daha sonra 667-ni götürür. Bunu da atır sıfırıncı indeksə. Yəni gəlir düşür bunun düz qabağına, yəni bunun yerinə. Insertdə bizə nə deyirdi? Deyirdi qardaş, mən gəlirəm, sən mənə yol verirən, mən gəlim, məndən sonra sən gəl. Yəni 667 gəlir atır bunun yerinə. Yəni olur burada 667. Həmin bu 4121 də silinir, gəlir düşür bax bunun yanına. 4121 arasında da atıram vergülü. Daha sonra gəlir 534. Bu da gəlir bunun öz qabağına atır. Bunlardan əvvəl gəlir. Olur bu cür. Bu prinsiplə nə baş verir? Verilmiş siyahını tərs ardıcıllığından düzür. Bu da bizdə nədir? Reverse-dür. Python-da tərtib olunmuş proqram nəticəsini müəyyən edin. Demək, belə bir sətir verib, bir dənə də r bərabərdir boşluq verib. Demək, bizdə deyir ki, for in s bir simvolu götürür. Hər dəfəsində sual verir ki, bu rəqəmdirsə, həmin anda rəqəm plus r plus rəqəm bir dənə də DS işarəsini açıram. Tamam, indi harada rəqəm var? Mən ilk öncə biri götürürəm. Çox vaxt itirməyin üçün görəcəksiniz. Demək, biri götürürəm. Yazıram r bərabərdir. Demək, 1 plus r bizdə yoxdur, yəni boşluqdur. Boşluğu gəlirəm. Plus yenə də 1 bunun yanına yapışır. Plus bir dənə də belə bir simvol. İndi burada haradasa yenə də bu görəcək rəqəmləri r müxtəlif qiymətlər alacaq. R-in ala biləcəyi qiymət burada ilk dövr üçün bu oldu, düzdürmü? İndi mən gəlirəm sonuncu 3-ü götürürəm. Sonuncu 3-də nə edir? Yenə də bu 3-ü gəlir, düzdürmü? Və plus bunun ortasına hər hansısa bir r gəlir. Bu r artıq məni maraqlandırmır. Bunun yanına yenə də bir dənə plus qoyuram. Həmin bu 3-ü yazıram və ardından da həmin bu simvolu qoyuram. Nəticə olaraq sonda 3 DS ilə qutaram. Burada görün neçə dənə variant var? A, D, Y var. Və nə ilə başlayır? 3 ilə başlayır. 3 ilə başlayanda cavab olaraq D variantı götürürük. Yəni bu cür işləmə səbəbim imtahanda vaxt qazanmaqdır. Davam edirik 16-cı sualdan. Python-da tərtib olunmuş proqram nəticəsini müəyyən edin. Belə bir siyahı verib, bunu sort eləyir. Demək, burada indi nə baş verir? Sort eləyir. Sort bizdə nə edir? Kiçikdən böyüyə hamısını yığır. Və təkrarən bunu reverse eləyir. Yəni bir növ bura qədər böyükdən kiçiyə yığılacaq. İndi mən bunları bir-bir düzürəm böyükdən kiçiyə. 6, demək 5. İndi gözümüzdə nəsə qaçmasın. 6, 5, 4, 3. Demək 3-ün 1 də var. 6, 5, 4, 3, 3, 2, 1, 1. Aha. Siyahı oldu məndə nə? Bu cür. Sonra deyir ls0-ı bərabər elə ls-1. Yəni sonuncu element. 6 burada silindi oldu məndə neçə? 1. Sonuncu element siyahıda 1-dir axı. Sonra ls1-i də bərabər elə ls0. ls0 məndə neçə oldu? 1 olmuşdu, düzdürmü? ls1-dəki 5-dir burada birincidir. Bunu da silir, yerinə yazır 1. Yəni nəticə olaraq nə olur? Burada demək C variantı. Ümid edirəm aydın oldu. Davam edirik 17-ci sualdan. Python-da tərtib olunmuş proqram nəticəsini müəyyən edin. Biz bunu görən kimi bilirik ki, bu nə edir? Götürdüyüm simvol A-ya bərabərsə onu B ilə əvəzləyir. B-yə bərabərsə C ilə əvəzləyir. C-yə bərabərsə D ilə əvəzləyir. Əks halda da, yəni başqa bir element olanda da onun əvəzinə Y gəlir. Tamam. İndi A-dır, B ilə başlayacaq. A-nın yerinə B qoyuram, B-nin yerinə A qoyuram. Digər elementlərdə Y olur. İndi A, B, Y ilə başlamalı. Daha doğrusu bir dəqiqə. B, A, Y ilə başlayır. Daha sonra print R yazıb, bir dəqiqə. Demək, A-ya bərabərsə R-in üzərinə B gəlir. Tamam. R-in üzərinə B gəldi. Bu yazdım da B. B-yə bərabərsə onun yerinə C gəlir. Bu da oldu C. A gəlmir, C gəlmir. Böyle qarışdırdım. B, C, I-nin yerinə bunların heç bir şərt ödəmir. Y gəlir. Bu hansı variant oldu? B variantı. 18-ci sual. Python-da tərtib olunmuş proqram nəticəsini müəyyən edin. Belə bir siyahı verib, bir dənə boş siyahı verib. Deyir, götürdüyüm elementin uzunluğu 2-dirsə, yəni 2 rəqəmdirsə, bunu append elə bu siyahıya. Hansı formada? STR formada. Daha sonra bunun reverse ilə join-lə də. İndi hansı 2 rəqəmlidir? 43-dür. Altına xətt çəkirəm. 45, 12. İndi bunları burada neyinir? Böyükdən kiçiyə neyinir? Yığır. Böyükdən kiçiyə daha doğrusu tərs ardıcıllığından yığır. İndi birinci atılmış hal üçün 43, 45, 12 olur da, düzdürmü? Bunun tərsi nə olacaq? 12, 45, 43. İndi bunları da yapışdır geçsin. Hansı variantı eləyir? 12, 45, 43 A variantı. Davam edirik 19-cu sualla.
Proqram icrası zamanı klaviaturdan ardıcıl olaraq belə bir rəqəmlər, qiymətlər daxil edilərsə, hansı qiymətin çap olunacağını müəyyən edin. N bərabərdir input. Heç yana tələsmirəm. Mən harda input, harda int input gördümsə, o halda mən daxil edirəm. Ya daxil edim bura 3. Bu 3 silindi artıq. R də bərabərdir bir dənə boş bir nə verib, sətir verib. For in range-dən 0-dan int n-ə qədər, 3-ə qədər gəlir. 0-dan 3-ə qədər. Dövr sayı 3 dəfə icra olunur. Və dövr sayı hər 3 dəfə icra olunanda hər dövrdə də bir dənə element əlavə edir. Birinci dövr üçün 2, ikinci dövr üçün yenə də 2, üçüncü dövr üçün 3. Demək burada bunlar da silindi. Dəqiqə. Aha. Sonra R hansı qiymət alır? Yan-yana yapışır da, bu sətirdir. Demək, bir növ 2, 2, 3. Nədə? Dırnaqda. Yəni sətirdir. M bərabərdir int input. M də 2-ni daxil elədik. Bu 2-ni də buradan silirəm. Davam edirəm. I bərabər 0, while i nə qədər ki kiçikdir m-dən. Yəni 0 nə qədər ki kiçikdir 2-dən. 0, 1 hal edir. Dövr sayı 2 dəfə icra olunur və 1 ilə 3-ü də daxil edir. Demək, ilk öncə 1 daxil edir. 1 plus R yazıb. R-in qiyməti nə idi məndə? 2, 2, 3. Yazdım bunun yanına. Daha sonra i-ni 1 vadə artırır. I-nin qiyməti olur məndə neçə? 1. 1, 2-dən kiçikdir, şərt ödəyir. R bərabərdir input. Yenə də bu 3 daxil edir. Bunlar artıq silindi. 3-ün üzərinə R gəlir. Yəni olur bu cür. Sonra da içində bunu çap edir. Bu da bizdə eləyir Y variantı. 20-ci sual. Pythonda tərtib olunmuş proqram nəticəsini müəyyən edin. Belə bir siyahı verib. Bunun uzunluğu bizdə 3 elədi 6. P bərabərdir 1, I bərabərdir 0. While ls I götürdüyüm element nə qədər ki 6-dan kiçikdir. Onların nəyin tap? Hasilini tapdı. İndi 6-dan kiçik olandan hasilini tapıram. Neçə edir bu bizdə? Demək burada 2 vur 2, 4, 4 vur 4, 16. 16 vurulsun burada 15. Bu bizdə neçə eləyir? 16 vurulsun 15. 16 vur 10, 160. 5 vurulsun 16, bir dəqiqə. 16 vurulsun 15. 16 vurulsun 15. 160 üzərinə gələcəm 80-i. Bu da məndə neçə eləyir? 240. 21-ci sual. Pythonda tərtib olunmuş proqram nəticəsini müəyyən edin. Burada belə bir sətir verib. Count P-nin sayını tapın. Neçə dənə P var burada? 1, 2, demək ki 2 dənə oldu, səhv eləmirəmsə. Demək 1 buradadır, 1 buradadır. Aha. X, Y dəyişənin qiyməti oldu 2. U bərabərdir len A. İndi bunun uzunluğunu tapmaq var burada. Görək heç bunu tapmağa ehtiyacı varmı bizə? Bəli, var. Demək, bir növ burada yazıb ki, x, y plus 5, 2 plus 5 oldu 7. 7 ilə bunun arasındakı, yəni o dəyəri neçədirsə, tutaq ki, bunun uzunluğu atıram 20-dir. Yazdım bura 20. 7 ilə 20-ci indeks arasında nəyə tapır? M simvolunun indeksini tapır. Aha, demək burada, indi bunun uzunluğu qədər indeks varmı burada? 7-dən 20-yə qədər tamam, yəni bütün sözün hamısını götürür da burada. Amma 7-dən başlayır. 0, 1, 2, 3, 4, 5, 6, 7. Buradan götürəcək. Burada neçə dənə M var? İlk rast gəlmiş M budur. Bunun indeksi bizdə neçə eləyir? İndi R-ə qədər 7-dir. R özü bizdə 7 idi. O 8, demək 9, 10, 11, 12. Tamam, demək ki burada mən neçə tapdım? 12. Daha sonra A 12-ci indeksi götürür. Diqqət edin, sonra 5-ə vurur. A 12-ci indeks hansı oldu? Burada demək bizdə M-in indeksi bizdə neçə oldu? Elə 12 ilə M özü ilə. M-i də vurur 5-ə, olur 5 dənə M. Yəni 21-də eləyir bizdən neçə? C variantı. Davam edirəm 22-ci sualdan. Pythonda tərtib olunmuş proqram nəticəsini müəyyən edin. Belə bir siyahı verib. İlk ls0, ikinci elementi 10-a bölür, qalıq eləyir. 4, M-in dəyəri oldu 4. Daha sonra x ls0, demək bu da oldu, x da oldu 34. For i in ls, demək ilk elementi götürmür ki bu x-də var. Burada demək buradan başlayır. Götürür ilk r bərabərdir i faiz 10. I faiz 10 burada 12-dir. 12-ni bölür 10-a eləyir 2. Demək soruşur ki, burada soruşur ki, götürdüyüm elementin sonuncu rəqəmi böyükdürsə 4-dən, M-dən böyükdürsə, bu halda neynə? M-i bərabərlə 4. Bir növ sonuncu rəqəmi ən böyük olmuş elementi tapır. Bu hansıdır burada? 9-dur da, düzdür? 9 da 9-a böləcək. 9 böyük olacaq M-dən. M bura qədər 7 qiymətini almış olur. 9 7-dən böyükdür, şərt ödəyir. X bərabər edir I-yə. I də burada neçə olur? 9. Sonda da deyir ki, print X, yəni
A variantını çap elə. 23-cü sual. Pythonda tərtib olunmuş proqram nəticəsini müəyyən edin. Belə bir ədəddir burada. Bunu STR edilir. Oldu dırnağın daxilində. S bərabər 0 for in n yazıb. Götürülən demək buradakı simvolu int tipinə çevirir, tam tipinə. Daha sonra if i plus 1, yəni 7 götürübsə 8 faiz 2 bərabərsə 0-a. Bu halda soruşulan ki, i də 5-dən böyüksə s-in üzərinə gəl. Demək ki, 5-dən böyük tək elementlərin cəmini tapır. Niyə tək? Çünki təkin üzərində 1 gəlib ki, bu çox düz olub da, düzdür. 5-dən böyük neçədən tək var burada? 7-dir. Daha sonra 5-dən böyük tək. Bir də neçədir? 9-dur. 7 ilə 9-un cəmi məndə neçə eləyir? 16. Yəni 23-də cavab elədi bizdə neçə? 16. 24-cü sual. Pythonda tərtib olunmuş proqramın nəticəsini müəyyən eləyin. Belə bir siyahı verib, sum ls1-3-ü götürür. Ls burada 1 buradan başlayır. 3-cü demişik, bu kəsikdə bunu götürmür. 1 ilə 5-i götürür. Nəticə olaraq bunların cəmi elədi 6. Daha sonra ls.index 3-ü götürür. Demək, index 3-ün indeksini tapır. Bu da 0-dır. 6 plus 0 elədi 6. 25-ci sual. Hansı ən böyük 3 rəqəmli ədədi girişə verdikdə ekrana 18 əks olunar? Tamam. 18 əks olunmuş s-in qiymətidir. Bu s-in proqramda algoritmi nədir? Hansısa bir ədədi, hansısa bir dediyimiz ədəd verilmiş ədədin ən böyük rəqəmidir. Çünki baxın, input ədəd daxil elədi, list elədi. List elədikdən sonra ən böyük rəqəmini tapır. Və ən böyük rəqəmi də bunun uzunluğu qədər bir-birinə vurur. Tamam. Belə deyim də, burada indi nəticə olaraq 18 çap olunubsa, hər dövrdə, bu indi dövr sayı neçə dəfə icra olunur? 3 rəqəmli deyir, dövr sayı 3 dəfə icra olunacaq. Dövr sayı 3 dəfə icra olunubsa, s-in üzərinə 6 gəlir. Bu nəticə olaraq burada 6 olmalıdır. Mən çatdıra bildim fikrimi, yoxsa yox? Yəni 6 dənə, 3 dənə 6-nın üzərinə gəlib ki, nəticə olaraq 18-i çap eləmiş olub. Tamam, onda burada girişə verilə biləcək ən böyük natural qiymət hansı olur? Demək, 667 olacaq çox güman. Çünki 667-ni böyük rəqəm olur 6. 0-dan 3-ə qədər gəlir. 6 vurulsun 0. Demək, bizdə eləyir burada 0. 0-ın üzərinə gəlir 6 vurulsun 1. Bu bizdə eləyir 6. Daha sonra 6 vurulsun 2, 12 və dövr dayanır. Cəm də eləyir 18. Və nəticə olaraq neçə tapdıq? 666. Yəni bir növ biz burada yetər ki, böyük rəqəmi tapmalıydıq ki, 3 dənə dövrdə hər dəfə üzərinə B vurulsun i gəlir ki, bu da bizdə 6 idi. İndi 3 rəqəmlidirsə, ən böyük dəyəri 6-dırsa, bu da 666 ədədini verir. 26-cı sual. Pythonda tərtib olunmuş proqram nəticəsini müəyyən eləyin. Demək, belə bir sətir verib bizə. Belə bir sətir verib. Daha sonra bunu list eləyir, yığdamsın bir siyahıya. For x in n bir simvolları götürür. Int x burada həmin bu ədəd olacaq, yəni 9. 9 böyükdürsə 5-dən, 9 böyüksə 5-dən. R bərabər eləyəcəksən R plus, tamam. R burada demək sətir idi, R-imiz boşluqdur, yazıram elə heç nə yazmıram, çünki boş bir şeydir. Plus üzərinə gəlir, 9 plus 1, bu da bizdə edir neçə? 10. 10'u gəldi, R-in qiyməti oldu 10. Else halında isə, else halında vaxt ödəyir, 1 halında, 1 5-dən kiçik deyir, düşür elseyə. Else halında 1 plus 1, 2, plus üzərinə bu 10'u gəl. Tamam, oldu bu cür, düzdürmü? Davam edirəm. 4'ü götürür, 4 5-dən böyük deyil, şərt ödəmir. 4 üzərinə plus 1, bu bizdə elədi. Demək, 5, 5-in üzərinə gəlir bu 2, 1, 0 sətrini, oldu bu cür. 5 5-dən böyükdür, yenə də şərt ödəmir. 5-in üzərinə gəlir 1, 6, 6-nın üzərinə gəlir bunu. Bu da bizdə neçə elədi? 6, 5, 2, 1, 0 sətri. Nəticə olaraq bizdə oldu bu. 27-ci sual. Demək, belə bir sətir verib. S, len S 3-ə bölür, tam hissəni götürür. Bunun uzunluğunu hiç tapmalıyıq biz. Demək, 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15. 15-i 3-ə böldü elədi. 5, 5 vurur 2, 10. Yox, daha doğrusu 5-i tapır. 5-ci indeks burada hansıdır bizdə? 0, 1, 2, 3, 4, 5, böyük Y. Böyük Y-ni vurur 2-yə. Bir də getdi Y. Davam edirəm. Uzunluğu 15 tapmışdıq. 0-dan len S 15 minus 10-a qədər. Len 5-imizi biz neçə tapdıq bayaq? Demək, böyük Y tapdıq da. Böyük Y-ni görmür bu. Bura qədər gələcək. Bu sözü çap edir. Bu da elədir bizdə B variantı. Davam edirəm. 5-dən len S-ə qədər. 5-dən sona qədər. Bu da bizdə eləyir
Demək 5 haradan başlayırdı? Buradan demək 0, 1, 2, 3, 4, 5 böyük Y-dən, böyük Y-dən sona qədər. Bu da bizdə elədi A variantı. Bir də getdi Y, 2-yə B, 3A. Davam edirəm. Klaviaturun daxil ediləcək S sətrində A simvolunun indekslərinin cəmini hesablayan proqramı Python dilində yazın. Demək, S sətrində A simvolların indekslər cəmini hesablayan proqramı Python dilində yazın. Tamam. İstək yazaq. Aşağı yerləşdirirəm. Demək, sualda bizə deyir ki, belə bir sətr daxil edəcəm. Bu sətrdə A simvolların indekslər cəmini tap. Cəm üçün isə bərabər 0 götürürəm. Burada A bərabərdir. Input yazıb sətri istifadəçidən alıram. Və indeks cəmini toplamaq üçün range ilə gedirəm. Yəni mənə indeks lazımdır. Bu zaman yazıram ki, for in range-in daxilində yazıram, len A yazıram. Üçün sual verirəm ki, if A-dakı inci indeks bərabərdirsə A-ya, bu halda C-nin üzərinə gəlirəm, bunun indeksi. İndeksi də i-dir. Sonunda deyirəm print C. Bunu çalışdıraq. Alma, demək, ilk A 0-dır, digər alma 3-dür, cəmi elədikcə 3. Keçirik növbəti sualı. İndi mən o sualı aşağıda yerləşdirirəm. Sualda demək bizə deyir ki, klaviaturun daxil edilmiş rəqəm və simvollardan ibarət olan sətirdə yanaşı gələn rəqəm simvollarını əmələ gətirdiyi ədədlərin cəmini çıxışa verən proqram. Yəni normal olaraq biz həmişə sətr verdi. Bu sətirdəki rəqəmlərin cəmini tapırdıq. İndi burada belə bir sətr verəcək, tutaq ki bizə. Burada 34 ilə 5-in cəmini toplayıram. Yəni 39 nəticəsini verməlidir. Tamam, ilk öncə sətri alıram. Cəm üçün bir dənə dəyişən götürəcəm. C bərabər 0. Demək, burada bir də bizə nə lazımdır? Digər bir dəyişən götürürəm, boş sətri verirəm. Niyə götürmür deyəcəm birazdan. Demək, for i in A yazıram, hər bir sətri götürürəm. Bu sətrin rəqəm olması lazımdır. Mənə düzdürmü? If sual verirəm ki, bu i böyük bərabərdirsə 0-dan ASCII koduna görə gedirəm. 0-9 arasında yerləşirsə, demək bu rəqəmdir. Kiçikdirsə nədən? 9-dan. Bu halda bu götürdüyüm C sətri var idi. Bunun üzərinə gəlirəm mən. Həmin bu rəqəmi, i-ni ki, bu 3 ilə 4-ü yan-yana yapışdıracam. Daha sonra else halında nə vaxt ki mən görsəm ki, bu hərf gəldi qarşıma. Həmin anda bu 34-ü bu götürdüyüm cəm dəyişən, bunun adını dəyişək. K deyim, daha rahat olsun. K dəyişənin üzərinə gələcəm. Amma bir sual verəcəm ki, if həmin bu C fərqlidirsə bundan, yəni bunun daxilində hər hansı bir dəyər varsa gəldə, düzdür? Tamam, onda nə baş verir? Heç nə dəyər varsa, bu K-nın üzərinə gəlirəm. Həmin bu topladığımın tam tipi. Int nə yazıram? C yazıram. Bir də burada, yəni bu şərt ödəndiyi halda, yəni mən K-nın bunun üzərinə gəldiyi halda nə edəcəm? İndi bu C-ni qaytarmalıyam da əvvəlki vəziyyətinə. Düzdürmü? Bu hala qaytarıram ki, hərf gördü, okey, bundan hərfdən sonra nə vaxtsa rəqəm gələ bilər axı. Rəqəm gəldiyi halda toplasın. İndi mən bunu çalışdırsam, normal qayda olaraq biz elə bilir ki, düz işləyəcək, amma səhv işləyir. Səhv işləmə problemi nədir? İndi bunu bir dənə çalışdıraq biz. Həmin sətri yazıram, alma 34, armud 5. 34-ü çap edir, bu 5-i görmür. Görməmək səbəbi odur ki, burada. Bu, nə vaxt biz bunu cəmləyirik? Else halında. Else halı nədir? Nə vaxtsa bir hərf simvolu gələndə 5-dən sonra dövr dayanır, hərf simvolu gəlmir. Bu düşür else-yə. Yəni, rəqəmdən başqa bir simvol gəlmir. Buna görə mən götürdüyüm sətridə həmişə bunun üzərinə ixtiyari bir dəyişən gəlirəm. Olsun bu cür belə bir dəyişən, rəqəm yoxdur, rəqəmdən fərqli. Bu halda düz işləyir. Çünki 5-dən sonra bu gəlib yapışacaq bunun yanına. Bax, gəlir düşəcək bu bura. 5-dən sonra bu gəlir, else-yə düşəcək və 5-i cəmləyəcək. İndi bunu çalışdırsa bu düz işləyəcək. Alma 35 olsun, armud 46. Bunların cəmi bizdə neçədir? 81. Ümid edirəm aydın oldu. Davam edirik növbəti sualla. O sualı da aşağı yerləşdirirəm. LS bir siyahısı verib. Siyahısının tək indeksi cüt elementlərini
8'lik say sisteminə çevirərək çıxışa verən proqramı Python dilində yazın və dövr operatorundan istifadə edərək. Normalda indi aşağıda da şərtli olaraq istifadəçilər yazır ki, bunu biz funksiyadan istifadə edək, nə bilim oktan, nə bilim digərində bin və falan vardı. Bunlardan istifadə edək. Yəni bu halda həmin o dediyiniz ödəmir. Çünki bizə deyir dövr operatorundan istifadə elə. Nələri istifadə edir? Tək indeksli cüt elementlərini. Bu siyahını mən özümdən bura daxil edirəm. İndi özümdən atdım bir neçə ədəd. Tək indeksli cüt elementlər. Aha. Bir-bir bu siyahının daxilini gəzirəm. For i in a yazıram. Bir dəqiqə bizə indeks lazımdır da. Bu dəfə range yazıram. Tək indeksli cüt element if i bərabərdirsə, i təkdirsə and ai, yəni elementim də cütdürsə. Bu halda bunu yenə əvəz etdir, yoxsa say sisteminə çevir, çıxışa çap ver. Okay. Həmin bu i-ni yox, ai-ni eləyəcəm, 8-liyə çevirəcəm. Burada a-ni mən özüm üçün mənimsədirəm, başqa bir dəyişənə daha rahat olsun. 8-liyə çevirmək prinsipi nə idi? Bir dənə buradan mən boş bir sətir götürürdüm ki, bizdə 8-liyə necə çevirir? Qalıqları sondan əvvələ doğru yığıram. While'da deyirdim ki, bu götürdüyüm k nə qədər ki böyük olacaq. Bir dəqiqə. Bu götürdüyüm k nə qədər ki böyük olacaq sıfırdan. Bir dənə də buradan qalıq götürdüm. Mən düzdürmü? Q bərabər idi. Bölünsün 8. Və burada da S-in üzərinə gəlirdim. S bərabər idi. İlk Q-nü gəlirdim. Sonra S-i gəlirdim ki, tərs ardıcıllıqla düşsün. Daha sonra da k bərabər idi. K 2-siləşdən 8. Sonda da bu dövrün altını çap eləməlidir. Düzdürmü? Yəni, vali qutaranda artıq bu ədədin 8-lik forması mənim əlimdə olur. Print nəyə çap edirəm? Həmin bu seyni burada neyirəm, çap edirəm. Bunu çalışdırsaq. Error verdik. Line neçədir bu? Line 8-də. Error verir. Niyə? Çünki biz burada tam tip olanı seynin üzərində, yəni sətrin toplamışıq. Bu da olmaz. Ona görə bunu çevirirəm, istəyirəm. Oldu bu cür. İndi çalışdıraq bunu. Nəticə olaraq 4-ü çıxartdı. Niyə 4-ü çıxartdı? Demək ki, tək indeksli cüt element elə bir dənə 4-dür. 4-ü də 8-liyə çevirdi. Oldu elə 4. Biraz fərqli yazaq. Onu eləyək 47. Yox, bizə cüt lazımdır da. Olsun 52. İndi çalışdıraq bunu. 52-ni 8-liyə çevirdi. Oldu 64. Demək ki, 6 vurulsun 8 üzərinə 1. 48 üzərinə 4 gəldi, elədi 52. Bununla da demək ki, sınaq 8-in izahı bitdi. Sağ olun, növbəti videolarda görüşənədək.